Kollektiv təhlükəsizlik prinsipi tarix boyu müxtəlif formalarda tətbiq edilib və real nümunələr onun həm sabitlik yaradan, həm də qütbləşməni dərinləşdirən tərəflərini açıq şəkildə göstərir. Bu prinsipin ilk nümunələrindən biri, Birinci Dünya müharibəsindən sonra yaradılan Millətlər Liqası idi. Məqsəd ondan ibarət idi ki, hər hansı bir dövlətin təcavüzü bütün üzvlərin birgə reaksiyası ilə qarşılaşsın və müharibələr önlənsin. Lakin Yaponiyanın Mancuriyanı işğalı və İtaliyanın Efiopiyaya hücumu zamanı kollektiv cavabın olmaması bu mexanizmin zəifliyini göstərdi. Nəticədə sistem iflic oldu və İkinci Dünya müharibəsinə gedən yol açıldı. İkinci Dünya müharibəsindən sonra NATO'nun yaradılması kollektiv təhlükəsizlik prinsipinin daha sərt və effektiv modelini formalaşdırdı. Qurulan bu ittifaq, birinə hücum hamiyə hücumdur prinsipini hüquqi şəkildə təsbit etdi. NATO üzvləri üçün təhlükəsizlik artdı, lakin bu addım Sovet İttifaqı tərəfindən ciddi təhdid kimi qəbul edildi. Cavab olaraq Varşava Müqaviləsi Təşkilatı yaradıldı. Bu soyuq müharibə dövründə dərin qütbləşməyə səbəb oldu. Soyuq müharibə dövründə Avropada silahlanma yarışının sürətlənməsi, nüvə silahlarının yerləşdirilməsi və qarşılıqlı qorxu mühiti təhlükəsizlik dilemmasının klassik nümunəsi idi. Hər iki tərəf özünü müdafiə etdiyini iddia etsə də, atılan addımlar qarşı tərəf üçün hücum hazırlığı kimi görünürdü. Daha yeni dövrdə NATO'nun Şərqi Avropaya doğru genişlənməsi də oxşar nəticələr doğurdu. Baltik ölkələrinin və Şərqi Avropa dövlətlərinin NATO'ya üzvlüyü onların təhlükəsizliyini artırsa da, Rusiya bunu öz milli təhlükəsizliyinə birbaşa təhdid kimi dəyərləndirdi. Bu gərginlik Ukrayna böhranı və sonrakı münaqişələrdə açıq şəkildə özünü göstərdi.